Azərbaycan ordusunun giziri Tunar Ağayev dünyasını dəyişib. Bakı vaxtazı istinadən xəbər verir ki, hərbi qulluqçu sağlamlıq problemi səbəbindən dünyasını dəyişib. Tunar Ağayev Naxçıvan Muxtar Respublikasında yerləşən Milli Müdafiə Universitetinin Heydər Əliyev adına hərbi liseyində bölüyün baş çavuşu vəzifəsində çalışıb. Allah rəhmət eləsin. Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda gənc oğlan qəfil vəfat edib. Rayonun Vənənd kənd sakini 25 yaşlı Elvar Babayev səhətinin kəskin pisləşməsi səbəbindən həyatını itirib. Onun yüksək qan təzyiqi səbəbindən dünyasını dəyişdiyi bildirilib. Bu xəbər ailəsinə verildikdən bir qədər sonra Elvarın anası Fatimə xanım da ürək tutmasından vəfat edib. Onun oğlunun qəfil ölümündən sarsıntı keçirdiyi qeyd olunub.